Belə idi yağışdan əvvəl. Aktivlik yok idi. Yox, normal heç bir şey yox idi. Qaçar. Yağışdan sonra belə bir hadisə baş verdi. İlqar Ağayev 3 ünvanında baş verən bu sürüşmə hadisəsi bir məsələni aktuallaşdırdı. Görəsən, sonuncu dəfə paytaxt ərazisinə düşən yağıntı sürüşmə zonalarına necə təsir göstərib? Sujet boyu məhz bu suala cavab tapmağa çalışacağıq. Ərazi Səbail rayonu Badamdar qəsəbəsidir. Burada yaşayanlar hələ son baş verən hadisənin təsirindən çıxmayıblar. Bu azmış kimi növbəti sürüşmənin baş verə biləcəyi ehtimalı da var. Son 2 gündə apardıqları müşahidələr onları belə düşünməyə vadar edir. Təhlükə var, əlbəttə var təhlükə. Yəni, bax, bu divar görürsünüz qarınlanıb. Bu divar, liboy vaxtı bu divar, belə yağışlar olsa bu divar gələ bilər. Gəlir də orada. Bax, orada gəlir. Biraz qabağa git, görəsin oraları. Oralarda da. Orada da, hə. Görmək və göstərmək üçün deyilən yerə də getdik. İnsanların narahatlığına səbəb olan daha bir təhlükəli nöqtədəyik. Bura sonuncu dəfə hadisə baş verən yerə çox yaxındır. Ətrafa nəzər yetirəndə açıq-aydın müşahidə etmək olur ki, istinad divarlarının əksər hissələrində əyilmələr var. Bundan başqa, sürüşmənin qarşısını almaq üçün vaxtilə torpağa bərk edilən beton panellərin də torpağa oturan hissələrində böyük bir ərazidə torpağın axınını müşahidə edirik. Əraziyə yaxın olan daha bir sürüşmə zonasına baş çəkdik. Paytaxt ərazisində ən təhlükəli sürüşmə zonalarından birində 20-ci sahə deyilən yerdəyik. Yamaç boyu ətrafa diqqət yetirəndə bu istiqamətlərdə hər hansı ciddi dəyişikliyin olmadığını müşahidə etmək olur. Hətta avtomobillərin məhz bu yoldan da hərəkətində hər hansı problem yoxdur. Deməli, bu nöqtədə ciddi təhlükə indiki vəziyyətdə yaşanmır. Xətai rayonu Gəncə prospektindəki bəzi məhəllələrdə isə əksinə vəziyyət dəyişib. Bu deyil, sonuncu yağışdan bax, buradan çat verib, bax, buraya gəlir, bax, fikir verirsiniz, bax. Gəlir düz o zibil yeşillərin düz yanınacan. Bu sonuncu dəfə baş verən bu yağışlardan sonra. Bu 2 gün, 2 gün yağış yağından sonra belə olubdur. Oxşar vəziyyət zığ sürüşmə zonasında da müşahidə edilir. Vəziyyətlə əlaqədar aidiyyatı qurumların əməkdaşları monitorinqlərə başlayıblar. Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyevin sözlərinə görə ən çox aktivliyin müşahidə olunduğu zonalar Zığ və Badamdar qəsəbəsi əraziləridir. Amma buna baxmayaraq yerdəyişmə prosesi intensiv xarakter daşımır. Hazırda müxtəlif istiqamətlərdə monitorinqlər davam etdirilir.